Salam əziz izləyicilərimiz, biz hal-hazırda Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksinin çox yaxın məsafədə 7 mərtəbəli bina var, qazlı binada. Qazı olan bina, lifti olan bina, bir dənə zəhmət olmasa koridor görsədim, yəni mənzillərdə liftimizdə işlər vəziyyətdədir. Və internet, su xətti, su belə bir su xətti, yəni internet xətti. Bütün kanallar hamısı mövcuddur. Bir otaqdan 3 otağa 52 kvadrat təmirli mənzili. Mən sizi tanışırdım. Bura mənzilimizin xoludur, gördüyünüz kimi. Bura istiqboldur. Sanuzelimiz bir daha qeyd edirəm, istiqboldur. Mətbəx istiqboldur. Evdə yaşayış olmuyor. Bura mənzilimizin yataq otağıdır, gördüyünüz kimi. Burada mənzilimizin yataq otağıdır. Bura zalımızdır, yəni kifayət qədər bir zalımız var. Kifayət qədər geniş və səliqəli mənzildir. Bir daha qeyd edirəm, mənzildə yaşayış olmuyor. Belə alınandan belə bağlı qalıb, yəni yaşayış olmuyor da. Çünki əziz müştərimiz burada yaşamır, ona görə. Burada mənzilimizin mətbəxidir. Mətbəxdə istiqbol gördüyünüz kimi qardaş buranı göstərəriz. Kollektor sistemi var, kollektor sistemi ilə yığılıb. Və son olaraq bura mənzilimizin hamam otağıdır, aksesuarlar yığılmayıb. Mənzilimizin çox gözəl qiymətədir. Burada belə bir mənzil, bu qiymətə mənzil demək olar ki, yoxdur. Qazı olan binada, bir daha qeyd edirəm, lifti olan binada. Mənzilimizin qiyməti 64.000 manatdır. Yəni, yaxın zamanda inşallah ki, kupça da veriləcək. Yəni, belə bir bina o bir tərəfdə var, onun yəni kupçası da var. Əlavə məlumat almaq üçün aşağıdakı nömrələrə zəng edə bilərsiniz. Çox sağ olun, əziz müştərilər.